Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının ərazisində yaz mövsümü ilə əlaqədar olaraq təmizlik, abadlaşdırma və yaşıllaşdırma işləri davam edir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli və akademiyanın riyasət heyətinin üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının şəhərciyində yerləşən Nadir Ağaclar Parkında növbəti dəfə yaşıllaşdırma və abadlaşdırma işləri ilə tanış olub və əraziyə baxış keçiriblər. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasına təmizlik və yaşıllaşdırma günləri çərçivəsində ərazidə ölkəmizin iqlim şəraitinə uyğun əkilmiş 100-ə yaxın Azərbaycan florasının qədim və qırmızı kitabına düşmüş gözəl ağac qayın, Hirkan ağac qayını, dəmir ağac, Qafqaz xurması, Lənkəran akasiyası, Şabalı diyarpaq palıd, Şərq çinarı, Naxçıvan florasına aid olan narbənd, eləcə də vələs yarpaq, azad ağac kimi ağaclara aqrotexniki qulluq göstərilib. Torpağın sağlamlaşdırılması, parkın abadlaşdırılması, ağacların dərmanlanması, mühafizəsi, suvarma və digər işlər həyata keçirilib. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli təmizlik və yaşıllaşdırma günləri ilə əlaqədar olaraq ətraf ərazilərdə də növbəti dəfə nadir ağac və gül kollarının əkilməsinin vacibliyini bildirib. Ərazinin abadlaşdırılması və yaşıllaşdırılması ilə bağlı bir sıra tapşırıqlarını verib. Leyla Namiq qızı, Fərid Həşimov, Elm TV.